Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin qalereyasında şöhrət ordenli Azərbaycanın xalq rəssamı Professor Arif Hüseynovun Novruz oymaları adlı ilk fərdi sərgisi açılıb. Sərgi Azərbaycan və Gürcüstanın Mədəniyyət Nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi, Palazzo Mandrilli Azərbaycan İtaliya Qalereyası və Bakı İncəsənət Qalereyasının dəstəyi ilə keçirilir. Baharın gəlişinin və yenilənmənin simvolu olan Novruz bayramı çərçivəsində açılan sərgidə rəssamın zəngin mədəniyyəti, milli folkloru və müasir bədii ənənələri əks etdirən 20-yə yaxın yeni və klassik əsəri nümayiş olunur. Azərbaycan görkəmli rəssamı, şöhrət ordenli Arif Hüseynovun burada bizlərə bəxş etdiyi rəsm əsərlər nümayiş olunur. Novruz bayramı astanasındayıq. Məhz Novruzla da bağlı Novruz Naxışları adlı rəsm qalereyası açılış həyata keçirilir. Bu formatda, bu tədbirlə də görürük ki, burada gələn qonaqlarımız Gürcüstanın aparıcı bu istiqamətlərdə mütəxəssisləridir. Bu sevindirici haldır ki, həm Azərbaycan, həm Gürcüstan mədəniyyətlərinin, tarixinin, incəsənətinin, təsviri incəsənətin təbliğ və təşviq edilməsində birgə səylərimiz var. Bu sevindirici haldır və bunun da ən böyük sevindirici amillərdən biri də Novruz bayramının sırf astanasında, Gürcüstanda da keçirilməsi, Gürcüstanda yaşayan soydaşlarımızın Novruz ənənələrinin qorub saxlanılmasında böyük bir əməkləri, töhfələri var. Əminəm ki, bu Novruz bayramı astanasında keçirilən bu sərgi bir daha bayramımıza gözəl bir təravət qatacaqdır. Və qarşıdan gələn Gürcüstanda yaşayan 100 minlərlə Azərbaycanlılarımızı və dost Gürcü xalqında Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Möhkəm can sağlığı, firavanlıq və sülhün əsas meyarı olan əminamanlıq arzu etmək istərdim. Məlumat üçün onu da bildirək ki, sərgi bir həftə davam edəcək.